sahəsi kimi baxır. Nobel mükafatına belə iddialı olub və eyni zamanda həbsdə də yatıb. Mənə bu qədər uzun lazım olmuyor. Həbsdə qısa deyəcəm. Deməli, Səhərdar Cəloğlu, Azərbaycan Demokrat Partiyasının sədri. Məndən solda Pənah Hüseyn, hərçənd deyir ki, mənim üçün uzun bir təqdimata ehtiyac yoxdur. Baxmayaraq ki, efirimizin gedişində müzakirə əsasında əlbəttə mən onun əvvəlki, yəni o vəzifələrinə də istər-istəməz toxunmalı olacam, amma hələlik onu deyim ki, Pənah bəy də Azərbaycan siyasətinin qara qutusu adlandıranlar çoxdur, çox məlumatlı, dəfələrlə koalisiyalar, alyanslar quran, pozdan, təyyarələrdə qara qutu olur, amma siyasətin və bir arada Azərbaycan dövlətinin bəlkə qara qutusu 1992-93-cü illərə aid. Yəni, təqdimatdan narazı qalmadınız ki, onları deyəcəm, bir çağırış deputat olub, dövlət katibi olub, baş nazir olub. Yox, mən sizə deyim, mənlə Pənah Hüseynəm, mən tanıyanlar tanıyar, tanımayanlar indi yaşlaşmışıq və haqlı olaraq yavaş-yavaş gənc nəsil müəyyən qədər yeni artıq təsəvvürlərlə, yeni adlarla yaşamalıdır, yaşayır. Ona görə də təşəkkür edir xoş sözlərə görə, amma keçəkmir. Və bir dənə də bəlkə təyin artırım sizin hər ikinizin təqdimatına. 1993-cü ildən hakimiyyətdə olan, deməli, əvvəl Heydər Əliyev, sonra İlham Əliyev iqtidarına müxalifət. Demək olar bunu, yoxsa demək olmaz? Yox, indi biz özümüzü müxalifət kimi təqdim edirik, tanıyırıq və hesab edirik, amma bu mübahisələndirilir. Ona görə də siz suallar verə bilər. Yox, siz ən azı özünüzü bu statusda hiss edirsinizmi? Müxalifətsizmi doğrudan da? Real müxalifətsizmi? Azərbaycanda siyasi rəqabət üçün konstitusiyon məkan olduqca əlverişsiz bir şəraitdədir və müxalifətin fəaliyyəti içində hətta belə demək olar ki, bir siyasi monopoliya yaxın bir situasiya formalaşıbdır. O baxımdan sözün doğrusu demək müxalifətçilik məsələsi xeyli dərəcədə insan hüquqlarının müdafiəsi və bir fərqli fikirlilik, alternativ fikirlilik kimi mövcuddur. Amma bizi siyasi partiya sədri kimi siz təqdim elədiniz. O baxımdan yəni biz özümüzü müxalifət şübhəsiz ki hesab edirik, siyasi qüvvə olaraq və şəxs olaraq. Amma bir daha təkrar edilən bunun son dövrdə Azərbaycan cəmiyyətində müxalifətin müəyyən qədər böhranının bir əlaməti olaraq kim müxalifət deyil kimi bir məsələlər də gündəmə gəlibdir. O baxımdan bu o qədər də belə deyək, məncə səmərəli bir mövzu deyil, amma hər halda demək bunları qeyd etməyə mən lazım bildim ki, bəziləri orada indi yazanlar da olacaq, yəqin ki, o məsələlərə gərək nəzər alaraq. Hörmətli Sərdar bəy, siz də bu barədə fikrinizi bildirin. Deyim ki, bu müxalifətçilik kiminsə subyektiv münazirənin haqqıdır. Mən deyim, mən müxalifətim, o da sən müxalifətin. Müxalifət nədir? Beynəlxalq belə səviyyədə də, siyasi işdə də müəyyən edilmiş bir mövqedir. Əgər sən iqtidarı təmsil eləmirsən, iqtidarı təmsil olmursan, iqtidarın apardığı siyasəti müdafiə eləmirsən və iqtidarın apardığı siyasətin nə əks bir cəbhədə dayanıbsansa, təşkilatlanma baxımından, eyni zamanda hakimiyyətə iddialısan, yəni indiki iqtidarın hakimiyyətdən getməsi, özünün hakimiyyətə gəlməsinə iddialısın, sən müxalifətsən. Yəni burada yalancı müxalifət də var. Tutaq ki, bizim dövlət maraqları naminə iqtidara hər hansı bir dəstək verməyimiz və yaxud da 44-cü müharibədə olduğu kimi sonraki müxtəlif dövrlərdə xarici təzyiqlərin aradan qalxması. Bunun bizim müxalifətçiliyimizə qətiyyən aidiyyatı yoxdur. Bu tamamilə normal müxalifət zaman-zaman iqtidarın effektli həyata keçirməsinə, iqtidara müəyyən ideyalar verməlidir, dəstək verməlidir, lazım yerdə tənqid etməlidir. Azərbaycanda ümumiyyətlə siyasi terminologiya haqqında aydın təsəvvür olmadığına görə bir çox adam belə düşünür ki, müxalifətçilik düşmənçilik deməkdir. Müxalifət iqtidarın tutaq ki, iqtidara effektli idarə etmə hərəkətində hər hansı bir dəstək verməməlidir və yaxud da hər hansı bir əməkdaşlıq. Bu tamamilə yanlışdır. Belə bir məşhur söz var. Cəmiyyətdə partiyalar nə qədər o özəl prinsiplər səviyyəsində ayrılırsa, bir o qədər həmin dövlət üçün təhlükədir. Aydındır. Gəlin mən xoş nöqtədən başlayayım. Çünki bu çox belə həssas bir mövzu. Biz əgər hər suala bu qədər vaxt ayırsaq, onda gün ortaya axşama qədər buradayıq. Yəni söhbət burasındadır ki, hər halda psevdo müxalifət də var. Saxta, yəni hakimiyyətin yandaşı olan. Hakimiyyət sözündə iqtidarın deyək ki, yəni iqtidar müxalifət adından çıxış edib, amma əslində iqtidarın yürütdüyü
istənilən xəttə dəstək verir. Onu da gərək biz qeyd edək ki, bizim hörmətli dinləyicilərimizdə belə bir fikir yaranmasın ki, hər müxalifətəm deyəndə müxalifət deyil. Müxalifətin saxtasızlıqdan da Aydındır. Gəlin belə danışaq. Real olaraq Gəlin belə siz və dünən onun saxtası olmuş. Laçında olmusunuz, əhval-ruhiyyəni də hiss elədiniz. Demokratik ola bilər, antidemokratik ola bilər, legitim ola bilər, legitim olmaya bilər, cürbəcür ola bilər, amma saxta Aydındır.